Hər vaxtınız xeyir olsun. Kanal İstəyik güzgü başladı. Ənvər bəy, xoş gördük sizi. Xoş gördük. Həm sizi, həm də dəyərli izləyicilərimizi. Xoş gördük hamısını. Güzgüdə qalın. Mən sizi bir daha təqdim edeyim. Hərçənd ki, sizin də artıq təqdimata ehtiyacınız yoxdur. Çox təşəkkür edirəm. Professional həyat koçu Ənvər Yavəroğlu. Mən qısa bir giriş verəcəm. Bir gün bir insan uzun yola çıxır. Öz problemlərindən özünü belə xilas edəcəyini düşünür. Başqa ölkələrə səyahətə gedir, aylarla orada qalır, müxtəlif insanlarla tanış olur. Bir həyatı olur onun. Nəticədə yorulur, yenə evinə qayıdır. Və evinə qaydanda qapını açır, girir içəri, dayanır, fikirləşir və o an o başa düşür ki, bu neçə ay ki, o uzaqda olub, elə həmin adamı yenə həmin evə geri qaytarıb. Və buradan belə bir fikir yaranır ki, insan dəyişmir. İndi mən sizə Oşonun fikri ilə gələcəm. Həqiqətənmi insan dəyişmir və insan əgər dəyişmirsə, burada koçun rolu harda başlayır və əsl koç kimlərdir? Ümumiyyətlə, bu mövzu çox aktual bir mövzudur, bu dəyişib-dəyişməmə məsələsi. İlk öncə buradan deyim Könül xanım, 30 il bundan öncəyə qədər olan insan psixologiyası və insan adaptasiyası, insanın sosial mühit içərisində özünü təqdim etmə düşüncəsi ilə bugünkü insan düşüncəsi tamamilə fərqlidir. Baxın, 2000 il qabaq yer kürəsində 250 milyon insan yaşayırdı. 1700 il sonra, yəni 1650-ci illərdə yer kürəsindəki insan sayı oldu 500 milyon. Aradan 200 il keçdi. 1901-də oldu 2 milyard, 1950-də oldu 4 milyard, bugün 8 milyard 250 milyon insan var. Yəni insan sayı çoxaldıqca insanın özünü təqdim etmə bacarığı çətinləşməyə başlayır. Yəni təsəvvür edin ki, biz özümüzü 10 nəfərin içərisində rahat ifadə eləyə bilərik, yoxsa 50 nəfərin içərisində? Təbii ki, 10 nəfərin içərisində. Ona görə bugünkü insan dəyişməsi lazım olduğunu artıq anlayır. Dəyişib dəyişməməsi üçün onun öz seçimindən asılı olaraq qalır. Yəni yol göstəriciyə ehtiyac duyur. Və mütləq şəkildə üz tutduğunuz insan professional olmalıdır. Təbii ki. Yəni sıradan hər kəs məsləhət verə bilər və bu arada xatırladım ki, əsl koç məsləhət vermir, sizi dinləyir. Bəli, qətiyyən. Bir koç məsləhət verirsə, o artıq koçluq protokoluna zidd davranmış olur. Razıyam. Və heç bir koç bir insanı dəyişməməlidir. Koçun oradakı professional rolu o insanın durumunun fərqinə varacı suallar verib, onu aydınlatmalı, o insan dəyişməyə özü qərar verməli. Yəni əlindəki maddi və mənəvi dəyərləri həmən insanın fərqindəliyini yaradaraq hansı istiqamətdə dəyişəcəyinə həmən insanın özünün qərar verməsində suallarla yardım etməsidir. Yəni bir sözlə içindəki gücü kəşf eləməlidir koç və onu istiqamətləndirməlidir. Mən telefon nömrəmizi xatırladım, tamaşaçılarımız bizimlə əlaqə saxlaya bilərlər. Şəhər nömrəmiz 012 562 21 23 və mobil nömrə 055 304 44 04. Biz müzakirələrimizi davam etdirəcəyik, amma bu arada bir sual da verəcəm Ənvər bəy. Bugün sosial şəbəkələrdə həddindən artıq çox koç fəaliyyəti ilə məşğul olan insanlar var və mən çox təəssüf edirəm ki, mənə görə bir insanın özünə yanaşması, işinə yanaşması onun xarakteridir. Çox ayrı-ayrı sahələrin insanları artıq özünü koç kimi təqdim edir və mən düşünürəm ki, bu insanları aldatmaqdır. Və mən onu da bilirəm ki, bəzən verilən məsləhət, göstərilən yol o insanı yanlış istiqamətə yönləndirə bilər. Təbii ki, əgər siz professional deyilsinizsə. Professional koç Ənvər Yavəroğlu. Burada insanlar koç seçərkən diqqət etməsi lazım olan bir neçə nüans var. Nüanslar çoxdur. Deyək ki, o nüansları. Əsas nüanslardan ən önəmli ikisini, üçünü demək istəyirəm. Birinci, həmən koçun mən dili çox önəmlidir. Əgər koç qarşısındakı insanla söhbət edirsə, söhbətinin 70% suallar üzərində qurulmalıdır. Çünki koç güzgü tutur
Coach qarşısındakı insanı aydınlatır. Nə ilə? Suallarla. Üzləşdirir. Təşəkkür edirəm, üzləşdirir və əgər coach mən belə elədim, mən belə elədim, mən elə elədim, təcrübəsinə sığınaraq qarşıdakı insana öz təcrübəsindən nüanslar gətirirsə, o artıq coachluq protokoluna ziddir. İkinci təcrübə ilə bağlı məsələ. Ola bilər ki, bir coachun indiyə qədər seanslarında 10.000 nəfər insan oturub. Əgər 10.000 birinci də gəlib oturursa və o coach onunla danışarkən ağlında canlanırsa ki, bu insanlardan məndə çox olub, mən artıq bilirəm məsələ nədir. O insana yeni bir həyata, keçmiş təcrübələrindən yararlanaraq yanaşırsa, o protokolunu ayaqlamış olur. Qarşımızda oturan hər bir kəs yeni həyatdır, yeni simadır. Təməl suallar və təməl bilgilərlə mütləq şəkildə tanış olmamız lazımdır. Mən sizə təşəkkür edirəm ki, aydınlıq gətirdiniz. Çünki mən dünən sosial şəbəkədə bir çox kommentlərdə yazılan sualları oxuyurdum ki, insanlara nə maraqlıdır və gördüm onların bu fikirlərə ehtiyacı var, bu dəstəyə ehtiyacı var. Bütün hallarda biz sizə məsləhət görərdik ki, professionala müraciət edəsiniz. Əlbəttə. Professional da mənim qarşımda əyləşən Təşəkkür Ənvər Yaməroğludur. edirəm. Ənvər bəy, çox sevdiyim bir mövzu var. Hərçənd ki, deyirlər, başına gələn başmaqçı olar. Mən bundan deyiləm. Amma istəyirəm bugün biz çox illərin, dövrlərin aktual məsələsi olan gəlin-qaynana münasibətlərindən danışaq. Baxın, illərdir bunu danışırıq. Amma həll olmayan bir məsələ var. Biz bu problemin kökünə varaq. Niyə gəlin-qaynana münasibətləri bu qədər maraq yaradır? Niyə yola getmir gəlin-qaynana? Ümumiyyətlə, bəzi məsələlər var ki, bunu anlamamız lazımdır. Biri var, o rol modeldir. Bir də var, insanın özüdür. Misal üçün, mən Ənvərəm, atalıq mənim rol modelimdir. Mən Ənvərəm, işdə müdürlük mənim rol modelimdir. Mən Ənvərəm, sabah qaynata olacamsa, mənim rol modelimdir. Mən Ənvərəm, qonşu ilə görüşəndə, bu mənim rol modelimdir, qonşu olaraq. Eləcə də siz könül xanımsınız. Sabah qaynana olanda, bu sizin rol modelinizdir. Yəni, qaynanalıq rol modelidir. Və insanlar o rol modeli əgər şəxsi mənfəətləri çərçivəsində istifadə etməyə başlayırlarsa ki, axı, əgər bir şeyi rol olaraq, Ənvər olaraq mən burada da Ənvərəm, təhlikdə də Ənvərəm, nə bilim, maşınımın içində oturanda da Ənvərəm, evimdə tək oturanda da Ənvərəm, hər yerdə Ənvərəm. Nəticədə Ənvərlə üz-üzə qalıram. Amma əgər bir rol modelə bürünürəmsə, qarşımda başqa şəxslər var demək. O rol modeli o qədər ədalətli tənzimləməliyəm ki, qarşımdakı şəxslərin şəxsiyyətlərini mənəvi və maddi olaraq incitməməliyəm. Yəni, əgər mən sizinlə burada əməkdaşıqsa, biz iş yoldaşıyıqsa, mən iş yoldaşı rolundayam. Mənim atacağım addımlar, davranışlar, deyəcəyim sözlər ortaq dəyərlər nəticəsində addım atılmalıdır. Mən anladım. Sizin sözünüzdən belə çıxır ki, belə bir nəticəyə gəlirik ki, bu rolu bura daşımamalısan. Yadınızdadır, siz belə bir ifadə işlətmişsiniz ki, sərnişin Ənvəri evdəki Ənvərə evə daşımaq olmaz. Orada incə bir cizgi var. Çox önəmli bir cümlə deyəcəm. Qaynana. Qaynana varsa, demək bir gəlin var və yaxud da bir kürəkən var. Bunun qaynana olması üçün mütləq şəkildə kimin olması lazımdır? Kürəkən ya oğlu ya qızı olmalıdır. Bütün hallarda qaynanadır. Yəni, oğlu və yaxud da qızı evlənməlidir ki, ya gəlini ya da kürəkəni olmalıdır ki, bu qaynana ola bilsin. Yəni, mən qaynanayamsa, mənim yanımda bir gəlinim var. Yəni, o gəlin olmasa, mən sadəcə anayam. O gəlin olmasa, mən sadəcə atayam. Amma indi mən belə bir məsələyə toxunum, çox şahid olmuşam. Artıq oğul böyüyür, məktəbi bitirir, əskərliyini başa vurur, ali məktəbini bitirir, ali təhsilini və həmin müddət ərzində mən analarda bilirsiniz nə hiss eləmişəm. Bir halal südənmiş qız alım oğluma, bir gəlin gətirim evimə. Özünüz şahidsiniz də, filmlərimizdə, tamaşalarımızda da var. Bunu bu qədər arzuluyur, telli duvaqlı, o cür o
tədarük görür, gəlini gətirir və sonra birdən hər şey dəyişir. Kökündə duran məsələlər nədir? Evlilik iki insan arasında olunan feili bir hərəkətdir. Yəni, bir bəy və bir gəlin, bir xanım və bir bəy arasında baş verən birləşməyə biz nə deyirik? Evlilik deyirik. Bunun həm hüquqi rəsmiləşməsi var, həm də zehinsəl mənəvi müqəddəsliyi var. Yəni, belə düşünəndə də evli olurlar, bir evdə yerləşir ikisi. Əgər bir evlilikdə bəy və gəlin deyil, yəni bu evlilik iki nəfərin arasında deyil, iki nəslin, bu pisdir. İki var-yoxun, iki tayfanın, iki böyük ailənin arasında baş verirsə, artıq loru dildə desəm, çürükçülük oradan başlayır. Artıq çürümə oradan başlayır. Yəni, burada da qaynana, əgər biz qaynanadan danışırsa, qaynana modelinin keçmiş həyatında gəlin olaraq öz qaynanası ilə yaşadığı təcrübələr çox önəmlidir. Və yaxud da ki, onun normal bir qaynana ən az 20 il ailəli olur da, ən az 20 il ailəli olur ki, onun övladı dünyaya gəlir 20 il. Onun həyat yoldaşı ilə münasibəti həddindən artıq çox önəmlidir. Onun ideal qaynana olub-olmaması ilə bağlı. Nüansların ortaya çıxdığı bir neçə məsələlər var. Bunlardan biri nədir? Olar mı biz onu telefon zəngindən sonra deyək? Çox möhtəşəm olar. Çünki telefon xəttində tamaşaçımız var. Biz sizi eşidirik. Alo. Alo. Vaxtınız xeyir. Axşamınız xeyir olsun. Kiminlə danışırıq? Salamlar. İlahə xanımdır. İlahə xanım. Bəli. Xoş gəldiniz İlahə xanım. Qaynanasız? Bəli. İki gəlinim var. Buyurun Ənvər bəy, suallar sizdə. Xoş gəlmişsiniz İlahə xanım. Çox sağ olun, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Mən də bir qaynana olaraq bu mövzuya öz fikrimi bildirmək istəyirəm. Bu mövzu ilə əlaqəli baxıram televiziya. Yəni fikirlərimi bildirmək istəyirəm. İndiki zəmanədə ümumiyyətlə gəlinlər qaynanadan qaçırlar. Yəni istəyirlər ki, rahat bir şəraitdə olsunlar. Mənim iki gəlinim var. Düşünürəm ki, nəyə görə gəlin qaynananın yanında olmamalıdır. Əgər mən oğlana baxmışamsa, dünyaya gətirmişəmsə, bir qaynana olaraq mənim də haqqımdır. Gəlin qulluğunda dursun, onun süzdüyü çay içim, bir tikə çörəyini yiyim. Yəni, münasibətlər xoş bir davam edə bilərdir. Yəni, o demək deyil ki, biz qaynanayıqsa, yəni zalım bir insanlıq, yəni ciddi bir insanlıq. Yəni, gəlin özü də qaynana ilə münasibət qura bilər də daha yaxşı. Yəni, qaynananın qulluğunda dura bilər, ona xidmət edə bilər. Mən bir qaynana olaraq, yəni indiki zamanədə istəyirəm ki, ümumiyyətlə gəlinlər qaynanaların yanında olsun. İlahə xanım, sizə bir neçə sual verə bilərəm? Bəli, bilərsiniz, buyurun. Birinci növbədə bir xahiş edəcəm sizdən, bir mütəxəssis kimi, bir qardaşınız kimi, bir dostunuz kimi. Bu indiki zəmanə çərçivəsindən biraz çıxaq. Yəni, indiki zəmanə sözünü ora gətirəndə artıq indiki zəmanədən sonra cümlədə nə istifadə edirsən elə artıq öz doğruluğunu və ciddiyyətini itirmiş olur. Hər bir zəmanənin özünün bir, necə deyim, bir dövrü, özünün bir psixologiyası, özünün bir sosial dəyərləri, etik dəyərləri yaranır və biz də zəmanənin içərisində doğulan insanlar kimi o etikliyi davam etdiririk. Sizə çox önəmli bir sual verəcəm. Deyirsiniz ki, mənim gəlinimin çörəyini yeməliyəm, mən ona qulluq eləməlidir. Qulluğunda dayanmalıdır. Qulluğunda dayanmalıdır, bəli. İlahə xanım, bu həmən gəlinin borcudurmu bunu eləməlidir? Yoxsa sizə olan sevgisindən dolayı mı bunu eləməlidir? Əslində mən deyərdim borcu deyil, ən azından hörmət mənasında. Aha. Yəni mənim bir qaynana olaraq qaynana gözündə görüb, yəni hörmət eləməlidir, ən azından bu gəlinin yəni üzərinə düşən bir işdir deyək də. Necə mən oğlumu dünyaya gətirib böyüdüb, ona bir kişi kimi, bir ər kimi vermişəmsə, deməli o da mənim qulluğumda durmalıdır, gəlmir. Aha, yəni siz bir borc vermişsiniz ona və borcu geri istəyirsiniz. Yəni onunla istəyirsiniz.
Əslində biz belə görmüşük də, yəni gördüyümüz üçün biz də istəyirik ki, gəlin də qulluğumuzda dursun. Sizcə siz burada öz oğlunuzun haqqına girmiş olmurmusunuz ki, yəni öz oğlunuzun ailəsi ilə öz standart və etik dəyərlərini yaşasın, öz həyatını yaşasın. Siz oğlunuzu məcbur edirsiniz ki, sizin oğlunuzun həyat yoldaşı, yəni gəlininiz iki yerə bölünsün. Həm oğluna xidmət eləməlidir, sizin oğlunuza, həm də ayrıca sizin qulluğunuzda dayanmalıdır. Əlbəttə, biz bir evdəyiksə onu bölünməyə heç ehtiyac yoxdur. Yəni, mənə də qulluq edə bilər, oğluma da. Oğlum hər zaman evdə olmur ki, iş adamı səhər çıxır, axşam. Bir evdə olmaq sizin fikrinizdir? Bəli, mən istəyirəm ki, gəlinim məndən olsun. Gəliniz sizin qulluğunuzda durmaq üçün sizlə bir yerdə olsun? Ümumiyyətlə, istəyirəm məndən bir yerdə olsunlar. Yaxşı, bəs sizin oğlunuz bundan nə qədər xoşbəxtdir? Çox xoşbəxtdir, yəni o mənim dediklərimdən razıdır. Oğlunuz öz həyat yoldaşının anasına qulluq eləməsindən xoşbəxtdir? Bəli. Əla, super, çox əla. Başqa bir sual verəcəm sizə. Oğlunuzu yalnız siz böyütmüsünüz, yoxsa yoldaşınızla birlikdə böyütmüsünüz? Əslində yoldaşımla birlikdə böyütmüşəm. İndi əsas yük ananın üzərinə düşür də. Yaxşı, əlavə bir sual verəcəm sizə. Buyurun. Deyirsiniz ki, gəlinim mənim qulluğumda dayanmalıdır. Sizin qabağınıza çay qoymalıdır, çörək gətirməlidir, bunları eləməlidir, düzdürmü? Bəli. Yaxşı, bəs siz gəlinizə nə verəcəksiniz? Mən gəlinimə imkanım olan hər şeyi eləmişəm, ev vermişəm. O siz onu tərbiyəli oğul vermişəm. Yəni necə lazımdır, övladını baxmaq üçün ona kömək edirəm. Mən səhv eşitdim, yoxsa düz eşitdim, hədiyyə, oğluma hədiyyə vermişəm. Oğlumu vermişəm ona da, böyüdüb vermişəm. Gəlin belə danışaq, yenidən sizə sual vermək istəyirəm. Sizin oğlunuzu boya başa çatdırmağınız, yəni siz oğlunuzu dünyaya gətirəndə fikirləşirdiniz ki, mən oğlumu dünyaya gətirmişəm, onu bir xanıma verəcəm. Bu cürmü düşündünüz? Oğlunuzu bu məqsədlə mi dünyaya gətirdiniz? Mən ümumiyyətlə xanıma verməmişəm, xanımı evimə gətirmişəm və istəyirəm ki, Bitdi. mənim qulluğumda dursunlar. Amma siz qulluqçu gətirmişsiniz evinizə. O qulluqçu demək deyil ki, qulluq eləmək. Yəni qaynanaya hörmət mənasında qulluq eləmək qulluqçuluq. Ay sağ olun, hörmət mənasında gəlinin özü istəyirsə qaynanasına qulluq eləmək, qaynanası ilə bir yerdə qalmaq o ayrı bir şeydir. Amma gəlinin borcu deyil ki, qaynana ilə bir yerdə qalıb qaynanasına mütləq şəkildə qulluğunda durmalıdır. Və çox önəmli bir nüansa toxundunuz. Əgər biz övladımızı böyüdərkən, oğul övladımızı böyüdərkən fikirləşiriksə ki, mən ona təhsil vermişəm, onu böyütmüşəm, ona ev vermişəm, yəni və o evə gələn gəlində bunların qarşılığında mənə xidmət eləməlidir. Bu yanlışdır. Yəni bu nə qədər sizcə doğrudur? Haqsızlıqdır. Bu nə qədər sizcə bir belə deyim, qaynana modelinə, qaynana imicinə, qaynana duruşuna, yəni nə qədər yanaşır ki, mən sənə ev vermişəm. Bu sizin borcunuz, övladınıza qarşı borcunuz deyildimi? Niyə bu borcu gəlininizin üzərinə yıxıb, sən də mənə qulluq eləməlisən, bunu bununla qarşılaşdırırıq? Əslində mənə elə gəlir ki, əgər bir gəlin oğlana, yoldaşına hörmət edirsə, onu anasına da hörmət edəcək, böyüklərinə də. O ayrı bir şeydir, İlahi xanım, gözəl insan. O ayrı bir şeydir. Misal üçün, elə ana var ki, övladına təhsil verə bilməyib. Elə ana var ki, övladına ev ala bilməyib, kirayədə yaşayır. Elə ana var ki, övladının oxumasına dəstək ola bilməyib. İndi onun evinə gələn gəlin o anaya bunları eləyə bilmədiyinə görə qulluq eləməli deyil? Eləməlidir, əlbəttə eləməlidir. Ona görə mən sualımı təzədən aydınlatıram və yenidən bu suala gəlmək istəyirəm ki, bu bizim sizinlə hal-hazırki söhbətdə ortaq dəyərlərimizi yaradacaq. İlahi xanım, gəliniz sizin qulluğunuzda durmalıdır, sizə xidmət eləməlidir, sizə gəlinlik eləməlidir. Yaxşı bəs, siz bir İlahi xanım olaraq gəlinizə nə verə bilirsiniz? Mən yenə deyirəm ki, bir qaynana olaraq üzərimə düşən nə varsa, söhbət tək hədiyyədən getmir. Ay soğun, üzərinizə nə düşür? Üzərinizə düşən nədir? Gözəl insan.
Nədir üzərinizə Ənvər bəy, düşən? mən deyim də üzərinə düşənlərdir. Mən İlahiyə xanımın fikrini anladım. Biz reklamlara ayrılacağıq. İlahiyə xanım demək istəyir ki, mən hər şəraiti yaratmışam, maddi, mənəvi yanlarındayam. Amma orada bəzi nüanslar var idi. Bunlar mənə heç xoş gəlmədi. Biz qısa araya keçək. Ondan sonra qayıdıb bunları mütləq sizinlə müzakirə edək. Tamam. Bir daha nömrəmizi xatırladım. 055 304 44 04. Güzgüdəsiz. Kanal istəyik, güzgüdəyik. Bizim professional həyat qoçu Ənvər Yavəroğlu studiyamızdadır. Mən zəngə qayıtmaq istəyirəm. Studiyamıza bir qaynana zəng vurdu, İlahiyə xanım. Bəli. Və gəlini ilə olan münasibətlərindən danışdı. Bu münasibətlə bağlı mənim ayrı bir fikrim var. Amma sizdən soruşum, bayaq bir sual verdiniz. Qaynana nə verməlidir ki, gəlinə? Qaynana nə verməlidir? Mən İlahiyə xanıma hörmətlərimi təqdim edirəm. Hər bir ailənin özünün daxili etik qaydaları var təbii ki. Ailə balaca dövlətdir deyilir. Bəli, bəli. İlahiyə xanıma da hörmətlər və əgər o bu cür balansda saxlaya bilirsə ailəni nə gözəl, nə möhtəşəm. Qaynana övladı üçün verdiklərini gəlinin adına yazmamalıdır. Bu, əgər o gəlin evə gəlirsə, onun qızıdır. Bu bilinən bir şeydir, şablon məsələdir. Qaynana gəlininə nə verməlidir? Və minnət eləməməlidir. Bunu oğluna da, gəlinə də. Bəli, bəli, təşəkkür edirəm. Qaynana gəlinə verməsi lazım olan ən önəmli şeylər sadəcə məsləhət. Göstəriş yox. Get belə elə yox. Gedəndə məndən icazə al yox. Nə bilim, sən mənim oğluma bunu elədin yox. Mənim oğluma dediyi anda elə bir ki, iki nəsil üz-üzə durur. Mənim oğlum yox. Ya sənin həyat yoldaşın, ya da ki, oğlunun adını çəkməlidir. Gəlinlərin də itirdiyi ən önəmli nüanslardan biri budur. Sənin oğlun belə elədi, sənin qardaşın belə elədi. Bunu dediyi anda yenə də qarşı cəbhə yaradır. Həyat yoldaşın belə elədi, anası kimi bir məsləhət versəz sevinərəm, bir kömək eləsəz sevinərəm. Və qaynananın verməsi lazım olan nədir? Gəlinim, gəl bir yerdə bu gün dolmanı bişirək. Bax, dolmanı öyrədim sənə necə bişirirlər. Gəl evi təmizləyəndə bura diqqət elə, bax, bu cür olanda daha yaxşı olur. Yön vermək yox, məsləhət vermək. Tamam, məsləhət verdi ki, gəlinim gəl dolma bişirək və yaxud da gəl bugün buranı yığışdıraq, nəsə bir iş görək. Gəlin istəmir, bugün gəlinin keyfi yoxdur. Tutaq, mən gəlinəm, bugün keyfim yoxdur, nə dolma pükmək istəyirəm, nə ev yığışdırmaq istəyirəm. Yəni, öz otağıma çəkilmək və dincəlmək istəyirəm. Bu, gəlinlə oğlunun, yəni həyat yoldaşının arasında olan bir məsələdir. Buna qaynana qarışmalı deyil. Axı, qaynana mənə deyir, gəl dolma pükək, mən də deyirəm, istəmirəm. Deyirəm ki, istəmirəm. Qaynana buna sayğı ilə yanaşmalıdır. Baxın. Hörmətlə yanaşmalıdır. Elə onu deyək, qaynana buna sayğı ilə yanaşmalıdır. Yanaşmırsa, orada bir dava çıxacaq. Oğlu dərhal yığırsa, ki, bax, gəlin məndən dolma bükmədi və yaxud da mənim sözümü yerə saldı. O qədər önəmli bir məsələdir ki, mən heç bir kişiyə anası ilə həyat yoldaşı arasında balans qurmağa çalışmasını istəmərəm. O kişi qocalır, o kişi yorulur, o kişi aqressivləşir. Düşünün ki, bir insanı iki sevdiyi insan arasında balans rolu qoyursunuz. O kişi nə etməlidir? Mövqeyi nə olmalıdır? Mövqeyi nə olmalıdır? Deyək ki, evin içində, xanım dur bir çay süfrəsi hazırla və yaxud da ana dur, yoldaşım dur ayağa, gedirik filan restorana və yaxud da filan yerə. Otduq, çayımızı içdik, yeməyimizi yedik. Mən sizi bir araya gətirdim. Mən çəkilirəm dala. Hər ikinizlə zaman keçirdim. Söhbətinizi eləyin. Problemlərinizi həll eləyin. Öz problemlərinin arasına məni salmayın. Çünki əgər balansı olursa, hər bir zərbə dəyəcək kimə? Oğula. Tamam, indi mən sizə sualı belə verirəm. Oğul ortada qalıbsa, nə etsin? Oğul ortada qalmır. Yəni, heç bir tərəflə kompromisə gedə bilmir. Oğul ortada qalmır. Oğul ortada qoyulur. Ya ana tərəfindən, ya da həyat yoldaşı tərəfindən. Heç bir kişi istəməz özünü ortaya atsın. Heç bir kişi bunu istəməz. Kişi istəyər ki, hər ikisinin üzərində təbəssüm, problemləri varsa öz aralarında həll eləsin. Bu əslində təməldən yaranır. Misal üçün, bayaq dediyimiz kimi, yəni qaynana böyüdüb, oğlunu boya başa çatdırıb, başlayır gəlinə bunu deməyə.
Mənim oğlum kələm dolmasını sevir ha, yarpaq dolmasını sevmir. Mənim oğlum paltarların belə ütülənməsini sevir ha. Belə asılsın. Mənim oğlum belə edir. Bu, yenə deyirəm, bunu məsləhət kimi deyə bilər, amma belə eləməlisən kimi deməsi etik deyil. Amma tanış etməlidir. Tanış elə Nəticədə bilər. bu oğlanın bəlli bir həyatı olur. Gəlin də burada özünü gəlin tanış təliyə olmalıdır. salır. Bax, burada artıq gəlinlə qaynananın yox, gəlinlə o bəyin, həyat yoldaşının bundan sonraki evliliklərinin təməli burada qoyulur. Necə? Bəzən gəlinlər o saf, məsum düşüncələrindən özlərini təliyə salırlar. Necə? Dolma pişirmişəm, yoldaşım gəlib, bax gör necədir, anan yaxşı pişirib yoxsa mən? Bax gör paltarları ütülədim, anan yaxşı ütülüb yoxsa mən? Bunu məsum xarakterli də eləyə bilər və yaxud da ki, qeyri-məsum xarakterli də eləyə bilər. Amma burada artıq nə olmuş olur? Əgər bir kişinin qarşısına seçim qoysan, saxta ana var burada bir, ana yerində olmaq istəyən bir həyat yoldaşı var. Hansı ki, mən heç bir xanıma bunu tövsiyə eləmirəm. Heç bir xanım ana olmamalıdır, heç bir xanım dost olmamalıdır. Hətta deyirlər, qadın öz bəyinin yanında özünü uşaq kimi hiss eləməlidir. Bəli, qadın sevgilidir, qadın həyat yoldaşıdır, qadın xanımdır yoldaşına görə. Və kişi də bir müddətdən sonra məcbur qalıb, biri var orijinal anası, bir də var anasının yerinə keçməyə çalışan saxtakar anası, yəni həyat yoldaşı. Sizcə bir kişi orijinal anasını seçəcək, yoxsa ana obrazından söhbət edirəm ha, yoxsa saxta anasını seçəcək? Onu mən bilmirəm. Sizcə? Təbii ki, ana söhbəti gedirsə burada, öz anasını seçəcək. Ondan sonra gəlin də aqressivləşəcək, sən niyə ana dəyər verirsən? Sən niyə elə deyirsən, ay gəlin xanım, denən ki, anan yarpaq dolmasını yaxşı pişirir. Siz niyə xanım mövqeyindən yanaşdınız? Misal üçün, elə bəylər var ki, onlara onu deməyə ehtiyac yoxdur. Özü elə yeyən kimidir ki, anamdan dadlı pişirmirsən. Yalan deyirəm Ənvər bəy. Çox doğru deyirsiniz. Var axı bu kimi hallar. O da bir uğurdur, yəni. O artıq yoldaşın yanında yoldaşı ilə yoldaşlıq, sevgililik. Məncə şirinlik eləyir. Məncə. Ürəyini qazanmaq üçün biraz da motivasiya eləyir ki, bəlkə də dadlı deyil, daha dadlı pişirsin deyə. Ola bilərmi? Ola bilər və uğurlu addımdır. Uğurlu addımdır. Ümumiyyətlə mən heç bir xanıma, həyat yoldaşına necə pişirmişəm, dadlıdır, ümumiyyətlə necə ütüləmişəm, yaxşıdır. Bu cümlələri deməsini tövsiyə eləmirəm. Çünki o qadın artıq öz ciddiyyətini yoldaşın qarşısında yəni hazırladığını və əməyini sual altına qoymamalıdır. Bəli, bəzi kişilər bundan yanlış yola çıxa bilərlər. Yəni bəzi kişilər artıq müəyyən müddətdən sonra bu hala girir ki, mən tərifləsəm sən yaxşısan, mən bəyənsəm sən yaxşısan. Bu egosentrizm və məncillik yaradır. Onun egosunu qidalandırır, böyüdür və sonra gəl ondan savaş. Və bir müddətdən sonra nə olur? Xanımın fərdi kimliyi qalır kənarda, artıq xanım pişirdiyi yeməyə görə dəyərləndirir, danışdığı xoş sözlərə görə yox. Xanım ütülədiyi paltara görə dəyərləndirilir. Yəni özünün evdə duruşuna, sarılmasına, təbəssümünə, davranışına görə yox. Düzdür. O zaman şəxsiyyət qalır kənarda, artıq obraz çox ciddi şəkildə zədə almağa başlayır. Ənvər bəy, bir zəngimiz var, özü də zəng vuran bəydir. Yəqin ki, sizin sözlərinizdən cəsarətlənib və bizi yığıb. Alo? Nə gözəl. Bəli? Salam, vaxtınız xeyir olsun. Sizin də vaxtınız xeyir. Kiminlə danışırıq? Mən sizlə danışan Emin bəydir. Emil bəy, çox həyəcanlı başladınız siz. Xoş gördük Emil bəy. Allah, inanırsınız, siz bir daha salamlayıram burada Könül xanım. Buyurun. Ənvər bəy. İnanırsınız, sizin də yaxın söhbətə qulaq asam, bu söhbətə o qədər ehtiyacım var idi, açığı bilmək istəyirsə. Nə gözəl. Mənim 26 yaşım var, belə deyim, söhbətə birdən girdim. Və mənim ailəmin istəyindən bir xanımla evləndiriblər, belə deyək, Laura dildə desək, körpü qohumluğu, belə deyək. Anam bəyənibdir, istəyibdir qızı, almışam, eləmişəm, özümdə 27 yaşım var. Ailə qurmuşam, almışam deməyəm. Bəli, sadəcə olaraq, belə deyim sizə, anamla gəlin yola getmir. Bilmirəm, yəni evə gəlmək istəmirəm və sizə bağlama demək istəyirəm ki, evə getmək istəmirəm. Emil bəy. Yəni nəsə söz deyə bilmirəm, yola getmirlər də bezmişəm. Nə məsləhət görə bilərsiniz mənə, neyim mən? Emil bəy, təşəkkür edirəm sizə, bizə güvənib belə möhtəşəm ailənizin həyati anlamda çox önəmli bir sualını bizə ünvanladığınıza görə sizə təşəkkür edirəm.
Emil bəy, yoldaşınızın neçə yaşı var? Yoldaşımın 24. 24 yaşı var. Nə qədər vaxtda ailəlisiniz? Artıq bir il, 2 ay belə. Övladınız var? Gənc ailədir. Deyil, övladım yoxdur, amma İnşallah, xeyirlisiyle olar. üzr istəyirəm sizdən, inşallah olacaq. O, İnşallah. nə gözəl, inşallah. Bəli. Emil bəy, siz həyat yoldaşınızla dediniz ki, görgü üsulu ilə evləndik, düzdürmü? Görücü ilə. Aha. Evlənəndən sonra yoldaşınıza qarşı hansı hisslərinizin var olduğunun fərqinə vardınız? Sizə nə yalan danışım, hörmət edirəm mən. Hörmət edirsiniz. Deyim, sevilirləmişəm, yox. Zamanla bəli, içində istəyini də qalxırıq xanıma, gözəl xanımdır, yəni mənə qulluq edir. Sadəcə olaraq anamla yola gedə bilmirlər də. Amma halbuki anam özü istəyibdir. Aydındır. Çox önəmli bir sual verəcəm sizə. Düşünüb də cavab verə bilərsiniz. Bəli. Ananızla yola getməməsinin 2 əsas səbəbini mənə deyə bilərsiniz? 2 əsas səbəbi, mən belə deyim, mən bir oğluyam. Tək oğul. Bəli, bir oğluyam, yenə üzr istəyirəm. Mənim anamla atam da ayrılıblar və bayaqlar birisinin mövzuda qolatırdım. Mənə anam böyüdür. Və qısqanclıqdır. Elə bir o xanım mənə daha yaxşı qulluq edəndə anamın xoşuna gəlmir. Belə bir şey, belə deyil, yaraşmır da deyirlər. Yəni, yoldaşınızla ananız sizin elə bir ki, yönləndirməyə çalışırlar. Sizi özləri, o deyir mənimdir, bu deyir mənimdir. Sizcə xətrinə dəyə bilmirəm. Sizcə xətrinə dəyməlisinizmi? Məncə, bilmirəm deyil, onunca bilsəydim sizə niyə yığıram. Sadəcə iki dost kimi danışırıq. Sərbəst şəkildə sualıma cavab almaq istəyirəm. Yaxşı, siz bu günləri ananıza haqq verərsiniz, yoxsa yoldaşınıza? Sizə ortada qoymaq üçün bu sualı vermirəm. Önəmli sualdır, növbəti sualdır. Açığı, belə deyim, mən ikisinə də haqq vermək istəyirəm, amma ən çox yoldaşıma vermək istəyirəm, bilmək istəyirsə. O zaman siz... Bir şey ki, nəsə eləyəndə mən xanımıma cizr eləyirəm, istəmirəm anam bilsin. Əla, anladım sizi. Çox pis istəyir. Yaxşı, bəs haçan siz üçlükdə söhbət eləmişsiniz? Bir bəy olaraq ki, anacan, əziz yoldaşım, bu davranışlar doğru deyil, nəticədə məni üzürsüz, mən zərbə altında qalıram, sən mənim anamsan, həyat yoldaşım mümkün deyil, ola bilməzsən, sən mənim həyat yoldaşımsan, heç vaxt anam ola bilməzsən, hər ikinizin mənim üçün yeri ayrıdır, sizləri çox sevirəm, səni anam kimi, səni həyat yoldaşım kimi. Yəni, bu cümlələri demisinizmi indiyə qədər ümumiyyətlə? Yox, deməmişəm. Məsəl üçün, otaqda ofisinə demişəm ki, anamdır da yola verir. Yaşı var, başı var. Bu yaxşı söz deyil. Baxın, əla demişsiniz. Öz bilgiləriniz daxilində, indiyə qədər ki, öyrəndikləri daxilində əla deyib. Amma bundan sonra o metod işə yaramayacaq. Siz xəttə qalın, doğru deməyib, amma əla deyib. Yola ver nə deməkdir? Baxın, anamın yola ver, bu axı qeyri-ciddi münasibətdir anaya. Xanım, adamın ailə bilgisi yoxdur. Ailə bilgisi yoxdursa, öz bilgiləri üzərindən bunu dəyərləndirməli idi, dəyərləndirib. İndi biz ona məsləhət verəcəyik, o gedib bizim məsləhətlərimiz daxilində artıq biləcək, bilinçli şəkildə müraciət eləyəcək. Emil bəy, deməli nə edirsiniz? Evdə ki, yemək yeyildi, qəşəng bir tort alırsınız, qəşəng. Baxın, lütfən, bizim Könül xanımla verilişimizin bir qanunu var. Bir dəfə qoşulandan xahiş eləyirik, bizim dediklərimizi tətbiq eləyəndən sonra yenidən qoşulsun, nəticələri bizlə bölüşsün. Qəşəng bir tort alırsınız, qəşəng bir tort. Yeməkdən sonra heç kim bilməsin siz tort alırsınız. Qəşəng tortu gətirirsiniz, qoyursuz ortaya. Tortu kəsəndən sonra deyirsiniz ki, anacan, mənim əziz həyat yoldaşım. Birinci, hər ikisinə öz sözləri deyirsiniz. Emil mövqeyindən, öz mövqeyinizdən. Necə? Anaz oturub burada, düzdürmü? Deyirsiniz. Anacan, məni 25 yaşına qədər böyütmüsən. İndiyə qədər heç kimlə əksik qoymamağa çalışmısan. Yeməmisən, yedizdirmisən, təhsil vermisən, iş vermisən, əxlaqi dəyərlərim. Mən səndən o qədər razıyam ki, bir ana kimi. Mən bu dünyaya yenidən gəlsəm, sən kimin ananın oğlu olaram. Və mən bilirəm ki, sən məni o qədər çox sevirsən ki, mənim xoşbəxtliyim sənin üçün hər şeydən önəmlidir. Düzdürmü anacan? Deyəcək düzdür. Amma bu sualı ver. Düzdürmü? Deyəcək düzdür. Keçsən həyat yoldaşı var.
Əziz həyat yoldaşım, ananı, atanın ailəsini, bacını, qardaşını, ən doğmaları qoydun, mənim yanıma gəldin. Mənə olan güvəninə görə sənə təşəkkür edirəm. Mən bir kişi kimi bundan sonraki həyatımda sənin mənə qoyduğun o güvəni doğrultmaq üçün əlimdən nə gəlirsə eləyəcəm. Əlimdən gəlməyənləri də eləyəcəm. Və mən səni çox sevirəm. Yaxşı ki, səninlə evləndim. Və mən səninlə ailə dəyərlərimi daha böyüdüb, biz yeni uşaqlarımız, övladlarımızı böyüdüb, rahat, vətənə, millətə, insanlara, özümüzə faydalı şəkildə hüzurlu, xoşbəxt bir ailə yaşamaq istəyirəm. Və mən bilirəm ki, sən də məni sevirsən. Düzdür? Deyəcək, bəli. İndi deyirsən ki, hər ikiniz mənim xoşbəxtliyimi istəyirsinizsə, hər ikiniz mənim sizin yanınızda bir kişi, oğul kimi olmağımı istəyirsənsə, anacan, sənin yanında həyat yoldaşın kimi olmağını istəyirsənsə, bugündən etibarən aranızda hansı mübahisələr olacaqsa, bax demirsən, mübahisə eləməyin demirsən, çünki mübahisə həmişə olacaq. Mübahisələr olacaqsa, mənim üzərimdən olmasın o mübahisə. Mənim sevginizi bildirmək üçün olmasın o mübahisə. Yemək bişirərsiniz, dadına baxarsınız. Duzu azdır, çoxdur, bunun üzərində olsun. Uşağımı, nə bilim, qırmızı rəng alaq, qara rəng alaq, bunun üzərində olsun. Amma xahiş edirəm, mən sənə oğlun kimi, sənə həyat yoldaşın kimi o icazəni vermirəm, mənə olan sevginiz üzərində mübahisə edəsiniz. Çünki məni ortada qoyursunuz, çünki mən hər ikisinin qarşısında əzilirəm. Bunu da belə də deyirsiniz. Və əzilmək istəmirəm. Emil bəy, sizlə danışdıqlarımızda hal-hazırki cümlələr yadınızda qaldı? Bəli, yadımda qaldı. Siz bunlara çıxış yolu kimi dəyərləndirə bilirsiniz? Bunu da yoxlayacağım. İnşallah bir həftədən sonra sizə zəng edəcəm. Möhtəşəmsiz, möhtəşəmsiz. Yəni, çox istəyərəm alınsın. Yəni, mən sizə hədiyyə yollayarım da. Qurban kəsərəm. Və əstəğfurullah, bir dənə də bir şey deyim və bu cümləni də deyim ki, baxın, bizim bugün ailəmizin birləşdiyi bir gündür. Artıq bugün elə bir ki, mən yenidən, yeni bir anamı yenidən qazandım, həyat yoldaşımı yenidən qazandım. Ana, bugün sən bir övladını yenidən qazandın, həyat yoldaşım, sən də məni yenidən qazandın. Bugün bizim geniş ailəmizin başlandığı gün kimi qeyd edirik. Sonra tortu da kəsirsən, yedirdirsən, ondan sonra hər şey Təşəkkürlər Emil bəy, çox təşəkkür edirik. Zənginizə görə amma təşəkkür edirəm. Sizin amma dedikləriniz mənim qətiyyən xoşuma gəlmədi və Ənvər bəy, düzü mən sizdən çox sərt reaksiya gözləyirdim. Mən düşünürəm ki, bu bəyimiz heç nəyi yoluna qoya bilməyəcək. Niyə? Siz dediyiniz əla, tort gətirsin, anaya da sevgisini bildirsin, yoldaşa da. Amma mən yoldaşıma dedim ki, anamdır da yola ver getsin. Artıq bu ifadə, bilirsiniz necə, yəqin ki, o anasına da eyni təşəkkür edirəm. Anasına da deyib ki, yoldaşını da yola ver getsin. Bu nə qeyri-ciddiyyətdir? Təbii ki, bu doğru, sağlam düşüncə deyil. Bu sağlam yanaşma deyil. Reklamdan sonra davam edə bilərik mi bu mövzunu? Təbii ki. Əminəm ki, fikirlərimiz və mübahisəmiz uzun olacaq. Qısa ara. Kanal istəyik, güzgüdəyik, davam edirik Ənvər bəylə. Ənvər bəy, mən qayıdıram yenə zəngdə olan tamaşaçımızın fikrinə. Anası bir qız seçir, oğlunu evləndirir, öz istədiyi, seçdiyi xanımla və oğlanla qız yola getmir. Nəticədə nə ana anadan keçə bilmir, nə yoldaşından keçə bilmir. Otağa yoldaşını çağırır və deyir, anamdır, yola ver, getsin. Siz bunu ciddi qəbul eləmirsiniz, bu normal yanaşma deyil. Burada coach kimi yanaşsaq, bir coach eşitdiklərini doğru da yanlış kimi dəyərləndirməməlidir. Çünki coach üçün qarşında oturan insanın etdiyi hər şey doğrudur. Mən belə dəyərləndirirəm. Siz belə dəyərləndirirsiniz, nəyə görə belə dəyərləndirirsiniz? Mən də sizə ona görə... Mən deyirəm, oğlan yanlış eləyir. Mən də deyirəm ki, oğlanın bildiyi budur. Oğlan bildiyini verir. Oğlan bunu bilmir. Niyə bilmir? Çünki onu anası böyüdüb. Kim böyüdüb? Anası böyüdüb. Təşəkkür eləyirəm. Bunu anası böyüdüb. Demək ki, ana onu böyüdəndə, onun tərbiyəsində
bu boşluğu yaradıb. Bəli, yəni bir adətən Əgər o boşluğu yaratmasaydı, bugün o oğul gəlinə nəticədə başqa ailənin qızıdır da, dönüb də anamı yola ver deməzdi. baxın, Yenə də gəlir anaya çıxır bəli, söhbət. mən yanıma bu cür insanlar gəlirlər, analar məsəl üçün 10 yaşında, 15 yaşında oğlan uşaqları ilə bağlı müraciət edəndə deyir ki, mən oğluma bunu baş salmaq istəyirəm. Deyirəm, dur, bunu sən baş salmalı deyilsən. Sən bunu oğluna desən, oğlunla arandakı ciddiyyəti pozacaqsan artıq. Oğlunla aranda analıq və övladlıq ciddiyyəti gedəcək. Çünki ana övladına, bəzi oğlan övladına məsələlər var. Bəs bunu kim desin? Deyirəm, atası desin. Atası ilə ayrılmışıq. Kim desin? Atası zəng eləmir. Atası yoxdur ortalıqda. Kim desin? Əmisi varmı hörmət elədiyi? O desin. Yoxdur. Dayısı varmı hörmət elədiyi kişi kimi? O desin. O yoxdur. Bir müdürü varmı hörmət elədiyi? Yəni bir kişi siması olaraq onu bildirməlidir bəzi nüansları. Çünki kişi müəyyən məsələləri anasından eşidəndə onu, yəni kişiliyin yazılmamış qanunları var da. Yəni o qanunlarda, yəni mən hər zaman bu sözü deyirəm, yenə də deyəcəm. Bir kişi kənardakı 100 kişinin içində nömrə 1 kişi ola bilər. Yəni bütün o içəri girəndə 100 dənə kişi ayağa qalxa bilər. Onun kişilik dəyərlərinə hörmət eləyə bilər. Amma bir kişi o kişilərlə davrandığı kimi gəlib evdə xanımına qarşı da o cür davranacaqsa, bu artıq yaralı kişidir. Bu artıq ailənin yaralanmasına çox böyük bir səbəb olan bir davranışdır. Bəzi şeylər var, hər şeyi ana öyrədə bilməz, ana deyə bilməz. Ona görə o kişinin söhbət sərtlikdən getmir, söhbət o duruşdan gedir. Görürsünüz, ananın burada əgər analıq təcrübəsi olsa, ana öz oğlunu gəlini ilə öz arasında qoymaz. Yəni nəzərə alsaq ki, atasız böyüyüb, ana böyüyüb Bəli. bu oğlan uşağını, daha Burada, mühafizəkardır və evin tək oğludur. Burada bir Və dənə nüans məncə var. o onu yoldaşından qorumamalıdır. Könül xanım, bəzən öz həyat yoldaşını bəyənməyən analar oğul böyüdərkən öz həyat yoldaşlarında görmək istəmədikləri xüsusiyyətləri oğlundan götürür böyüdərkən, görmək istədiyi bir kişi prototipində xüsusiyyətləri oğlunun üzərinə qoyur. O qəhrəmanı oğlundan yaratmağa çalışır. Bəli, dolayısıyla o oğul böyütmür və uşaq böyütmür. Xəyalındakı kişi prototipini böyüdür. Axı mənimsəyir, bu mənimdir. Və onu da almayanda artıq başlayır problemlər ortaya çıxmağa. Bəli, böyüyür, böyüyür, böyüyür. Sonra deyir İstədiyini ki, ala bilmir. səni mən böyütmüşəm. Sən mənim istədiyim kiminsənsə də, həyat yoldaşınla da mənim istədiyim kimi rəftar eləməlisən. Həyat yoldaşına mənim istədiyim cümlələri deməlisən. Həyat yoldaşınla mənim istədiyim kimi davranmalısan. Və sonra da gəlir çıxır icazələrə. Məndən icazə almalısan. Mən sənə oğul vermişəm, sən ay xanım, ay gəlin, harası gedəndə məndən icazə almalısan. Amma bunu bir professional olaraq deyirəm, öz oğlunun ailəsinə etdiyi hörmətsizlikdir. Analıq dəyərlərinə etdiyi hörmətsizlikdir. Öz ailənin gələcəyinin təməlində artıq zədələr yaradır və o ailə artıq təməl olaraq zədələnir. Ondan sonra aralarındakı o təməl zədələr böyüyür, böyüyür, böyüyür. Sonra ailədə böyük boşluqlar əmələ gəlir. Ənvər bəy, 17 ildir siz həyat koçusunuz və peşəkar olaraq bu fəaliyyətlə məşğulsunuz. Buradan xahiş edəcəm kameraya baxasınız. Bizi izləyən qaynanalara, gəlinlər növbəti verilişimizin mövzusu olsun, qaynanalara nəyi etməməlidirlər? 3 qayda, qısaca. Əsas qaydalardan biri, gəlinlərinə məsləhət verə bilərlər, yön verməli deyirlər. Ən önəmli toplumumuzun bugün ən çox müzakirələrə açıq bölməsi. Amma mən bir çox hallarda bir mütəxəssis kimi davranmalıyam və bir mütəxəssis kimi deyirəm. Gəliniz mənlə qalacaq deyə bir şey yoxdur. Başa düşürəm, maddi məsələlər, maliyyə məsələləri çox önəmlidir və bir çox hallarda bir evdə qalanda bəylə xanım arasında isnişmə olmur.
onlar öz səhvliklərini, öz doğrularını müzakirə edə bilmirlər. Bəli. Və aylarla küsülü qalırlar. Çünki evdə qaynana, qaynata var da, baldız qayın var da, onlar artıq söhbətə qarışa bilirlər. Övladlarınızı əgər evlənənə qədər onlara doğru güvən, doğru sayğı, doğru hörmət, doğru sevgini öyrətmisinizsə, 18-19 yaşından sonra geri çəkilin, qoyun öyrətdiklərini sahədə istifadə eləsinlər. Övladlarınızın ailəsinə qarışmaq əvəzinə siz xoşbəxt olun ki, onlar da sizdən xoşbəxt analıq, xoşbəxt qaynanalıq nümunəsi götürsünlər. Məncə də əgər övladlar xoşbəxtdirsə, ana həmən xoşbəxt olacaq. Bəli. Mən baxıram, biz əksər hallarda qaynana və gəlin mövzusunu müzakirə edirik. Mən çox istərdim ki, növbəti verilişlərimizdə bir qaynatalardan da danışaq. Çünki bu məsələdə mən elə gəlir ən məsum qaynatalardır. Bəzən qaynatalar bəzən məsum olmurlar. Pərdə arxasından qaynananı önə verərək, qabardaraq doldururlar. Bəli, bəli. Tamam. Biz də təşəkkür edirik Ənvər bəy. Bu 3 gün ərzində mən düşünürəm insanlara yetərincə yön verdiniz, istiqamət verdiniz. Belə bir misal var, deyir ki, əslində cavab sandığımız qədər uzaqda deyil, yetər ki, verdiyiniz sual doğru olsun. Mən hesab edirəm ki, bizim verilişə edilən zənglərin cavabları Ənvər bəydədir. Siz təşəkkür edirəm. Yenə də deyirik, bizim işimiz sizə məsləhət vermək deyil. Ənvər bəyin yerinə danışıram mən, çünki koç odur. Sadəcə hansı döngəni yanlış dönmüsünüzsə, biz sizi o döngədən geri qaytarmağa çalışırıq. Güzgüdəydiniz, Kanal S-dəyik, Kanal S-ə baxmağa davam edirsiniz. Biz isə bu həftəlik işimizi bitiririk. Növbəti həftənin bazar ertəsi günü yenidən görüşəcəyik. Hansı mövzuları müzakirə edəcəyik? Kanal S-də yayımlanacaq anonslardan bunu biləcəksiniz. Diqqətiniz üçün təşəkkür edirik. Hər birinizə xoş həftə sonu, xoş gün və xoş vaxt arzulayırıq. Təşəkkürlər. Güzgüdə qalın.